Ben cənab prezident, sizi salamlayıram. İsmailli cəmaatını salamlayıram. Bizə qulaq asan bütün vətəndaşlarımızı salamlayıram. Bu ikinci çıxışımdır ki, mən sizə müraciət edirəm. Amma bu günləri mən fərqli olaraq həm sizə bir Yeni Azərbaycan Partiyasının sədri kimi müraciət edəcəm, həm də ölkənin başçısı və prezidenti kimi, cənab prezident. Yenə məcburiyyət qarşısındayıq. Ona görə də sizi biz narahat edirik. Məmurların bizi eşitməməsinin sayəsində biz sizlərə müraciət edirik və sizlərə müraciət edəndə də onun nəticələrini görürük. Ona görə də mən İsmailli ictimaiyyət adından sizə müraciət edirəm. Birinci, mən Yeni Azərbaycan Partiyasının sədri kimi sizə ona görə müraciət edirəm ki, mən deməli, keçən il sentyabr ayında Heydər Əliyev adına parkda gəzərkən, orada Şimal Region Gənclər və İdman İdarəsi var. Onun üzərində Ulu Öndər Heydər Əliyevin sizin həm ölkənin prezidenti, həm də Yeni Azərbaycan Partiyasının sədri kimi sizin və dövlətin bayrağı olan bir şəkliniz var, fotonuz var, tablo şəklindədir. O şəkli mən çox yaratmaz və göstərməyə də mən özümə rəva bilmirəm. İstəmirəm ki, vətəndaşlar o şəkilləri görsünlər. Çox pis vəziyyətdə olan şəkilləri gördüm və gəldim, yəni Yeni Azərbaycan Partiyasının İsmailli rayon filialının sədri olan Zaur Muradova zəng vasitəsilə müraciət elədim ki, bəs siz hara baxırsınız? O şəkil, o tablo o vəziyyətdədir. Və siz Yeni Azərbaycan Partiyasının ən yaxşı ofisində oturursunuz. Siz ən yüksək maaş alırsınız, 4000-ə yaxın maaş alırsınız. Siz 100 min manatlıq maşında gəzirsiniz. Özdə nömrəsi də 001 nömrəsi ilə. Bu şəkillər niyə bu gündədir? Niyə baxmırsınız buna? Mənə qayıdıb deyir ki, bu dəqiqə araşdırıb deyərəm. Qısa bir müddətdən sonra mənə zəng edib, cənab prezident, bilirsiniz nə deyir, cənab sədr? Bilirsiniz nə deyir? Mən 33 ildir Yeni Azərbaycan Partiyasının üzvüyəm. Həsənov Rauf Əhmədoğlu olaraq. Və heç bir dövlətdə işləyənim, özüm də işləmirəm, pensiya alıram, 320 manat pensiya alıram. Və bu pensiya almağıma baxmayaraq 320 manat. Mən dövlətimin, dövlətçiliyimin həmişə sizin yanınızdayam və sizin dediklərinizi həmişə diqqətlə izləyirəm və rayonlarda, yerlərdə olan, harada oluramsa olun, hər hansı bir haqsızlıq görəndə ona qarşı da öz münasibətimi bildirib sizə müraciət edirəm. Və çox gözəl haldır ki, o nəticəsi də olur. Nəticəsi də olur. Və bu mənə qayıdıb deyir ki, o bina bizim balansımızda deyil, Maarif şöbəsinin balansındadır. Ona görə də o şəkillərin bizə aidiyyəti yoxdur. Nə Gənclər və İdman İdarəsinə, nə bizə. Deyirəm ki, necə olur sizə onun aidiyyəti yoxdur ki? Mən binanın kimin balansında olduğunu soruşmuram. Bu, Ulu Öndərin, partiyanın yaradıcısı və bu günlərin partiyanın sədri, cənab prezidentin şəkili necə sizə aidiyyəti yoxdur? Sən hansı ideologiyaya xidmət edirsən? Sən hansı haqla bunu deyirsən? Bu bizə aidiyyəti yoxdur. Mən bu məsələni getdim Bakıya, mərkəzi qərargaha. Mərkəzi qərargahda bir yoldaşla görüşdüm. İndi mən bugün onun adını demirəm, amma yəqin ki, gələn verilişlərimizdə onların da adını deyəcəm. Görüşdüm və olunan şeyləri mən burada dedim. Narahatçılığımı çatdırdım ki, rayonda Yeni Azərbaycan Partiyası bugün məhkəmə qərarları, polislərin keçirdiyi reydlər narkomaniyanın çox olduğunu göstərir. Məktəbdən yayınma, ümumiyyətlə bütün məktəblərdən dərsdən yayınma halları var. İşsizlik var. Bugün bütün çayxanalarda, kənd mərkəzlərində yığılıb hamı dövlətin əleyhinə danışır. Amma bir dəfə mən Yeni Azərbaycan Partiyasının nə sədrin, nə üzvlərin hər hansı bir kənddə, hər hansı bir məktəbdə, hər hansı bir qapalı bir məkanda, açıq məkanda insanlarla söhbət elədiyin, Yeni Azərbaycan Partiyasının ideologiyasını, bugünkü sizin gördüyünüz, bu ölkə üçün gördüyünüz işlərin təbliğatı, insanlara bir ümid verici, hər hansı bir nişbinlik yaradılacaq bir çıxış görmədim, bir tədbir görmədim. Və bütün bunlar hamısı bunların fəaliyyətsizliyinin nəticəsidir. Mən bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında hamısını deyəndən sonra həmən yoldaş Zaur müəllimə zəng edir. Deyir ki, bəs sizdən belə bir şikayət var. O isə nə deyir? Deyir ki, o adam 6 il türmədə yatıb, o adam aqressiv danışır və düz danışmır. Mən biraz yumuşaq deyirəm onun dediklərim və
Sonra mən Rəfail müəllimə iradlarımı bildirdim ki, gör Yeni Azərbaycan Partiyasına siz kimləri gətirib qoymusunuz ki, öz vəzifə borcunu yerinə yetirmək əvəzinə haqqı, ədaləti deyən adamlara şər atır. Mən birinci heç vaxt türmədə yatmamışam. E, Mənim heç bir həbsim də yoxdur. Mən bunu polis idarəsindən aldığım sənədlə də sübut elədim. Mən 4 ay bayılda məni Vaqif Rəhimov icra başçısı olanda məni tutturub bazarı mənim əlimdən almaqdan ötəri 4 ay mən həbsdə yatmışam və mənim heç bir cinayətim sübut olunmayıb. Mən qayıdıb gəlmişəm evimə, eşiyimə, işimə və Vaqif mənim bazarım əlimdən aldı. Bu gün də o bazarın sahibi odur. Mənim rayonda ən böyük antisanitariya mərkəzlərindən biri odur. Hansı ki, mən orada işlədiyim o qısa müddətdə 2 dənə artizan vurmuşdum. 100-ə qədər ağaçlar gətirib əhmişdim. Orada mən yerdə alver eləməyin, yerdə ticarəti ümumiyyətlə qadağan eləmişdim. Orada mən bir təmizlik havası yaratmışdım, öz evimdəyi kimi. Amma bu günlərin bunlar hər şeyi alverə və pula bağladıqlarına görə nə təmizlik gözlənilir, nə antisanitariya gözlənilir, nə də heç nə. Bunların ancaq amalı puldur. Və bunlar hamısı Vaqif Rəhimov işlədiyi dövrdə də mən indi o söhbəti ayrı bir verilişdə çox geniş Ramiz Mehdiyevə necə bağlıdılar, bu rayonda təsərrüfatların dağıdılması, nə qədər pulların yeyilməsi, nələr, onların hamısını ayrı bir verilişdə mən sizə çatdıracağım cənab prezident. Və qayıdıram Yeni Azərbaycan Partiyasına. Nəsə, bu Zaur bu cür deyəndən sonra mən gəldim polisdən təmizlik arayışı aldım və getdim onun özünə ki, sən mənim polis türmədə yatmağımı, həbsdə olmağımı mənə sübut elə. O dedi, mən belə bir söz deməmişəm. Mən götürüb Rəfail müəllimə zəng elədim, yəni Yeni Azərbaycan Partiyasının qərargahı, mərkəzi qərargahına. Dedim, bas siz aldınızmı? Mən göndərdim siz o təmizlik arayışını, bunun yalan deməklərini. Dedi, bəli aldım. Dedim, indi bu mənə deyir ki, mən çox yüngül deyəcəm. Onun dediyi kimi deyə bilmirəm. Mən o cür deyiləm. Yəni bir etik norma var, etik qaydası var. Ona görə mən utanıram. Mənim vətəndaşlar baxır, qulaq asır. Ona görə də mən onun dediyi kimi onu deyə bilməyəcəm. Çox özüm pis bir vəziyyətdə dedi ki, mən bunu düz eləməmişəm, səhv eləmişəm. Dedim, yaxşı. Bu cür səhv eləmişəm deyən adamla necə sən partiya sədrisən? Sən necə səhv eləyə gedirsən ki, sən bu günlərin bu boyda rayonu təmsil edirsən? Bu cür olmaz. Bunun dəyişilməsi lazımdır. 3-4 gün sonra Yeni Azərbaycan Partiyasının 33 illik yığıncağını keçirdi bu adam. Həmən Zaur Muradov. Və orada səhəri günü gəldim, dedim, siz 33 illik keçirtmişsiniz. Mən 33 ildir Yeni Azərbaycan Partiyasının üzvüyəm. Niyə mənim xəbərim yoxdur? Ora kimləri çağırmışsınız? 15 nəfər fəal çağırmışdıq. Bir 10 nəfər də ictimaiyyət nümayəndəsi. İctimaiyyət nümayəndəsi də kimlərdir? İdarə müdürləri. Bugün insanları incidənlər, xəstəxananın baş həkimi, məsəl üçün icra hakimiyyətində olanlar, nə bilim kimlər. Bugün o insanlara problem yaradan adamlar və o 15 nəfər fəal üzvünüzlə hardadır ki, bu rayonda bu qədər negativ halları görüb sizlərə çatdırıb hər hansı bir tədbirlərdən ötəri müraciətlər eləmirsiniz. Yəni bu məsələ bu cür olandan sonra mənə qayıdıb həmən yoldaş orada İlqar deyilən adamdır. Mənə deyir ki, siz yapın üzvüsünüzmü? Mən çıxardıb cənab Ulu Öndərin imzası ilə Yeni Azərbaycan Partiyasının biletini təqdim edirəm. Deyir, siz 2000-ci ildən Bakı şəhər Nizami rayonunda qeydiyyatdasınız. Siz ümumiyyətlə İsmail rayon Yeni Azərbaycan Partiyasının ofisinə girə bilmərsiniz. Siz bura müraciət eləyə bilmərsiniz. Mənə çox təəssüf edirəm ki, bu günlərin bu rəftar var. Və mən təzədən qayıtdım Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahına, baxmayaraq ki, 320 manat pensiya alıram. Və orada yenə həmən yoldaşla görüşdüm və dedim, mən Tahir Budaqov cənabları ilə görüşmək istəyirəm və rayondakı vəziyyəti o adama demək istəyirəm. Və o adam peşə məktəbində direktor olduğu dövrdə də çox bir pis əməl sahibidir. Həmən o pis əməl sahibində kimlər eləyibsə o adamlar bu günlərimdə özləri informasiya verirlər, söhbətini eləmişəm. Yəni o əgər gəlib doğrudan da burada sorğu aparıb soruşturma gedərsə, mən onu açıqlamasını hamısını verə bilərəm. O adamlarla da onları görüşdürə bilərəm. Ona görə ki, onlar efirdə deyiləsi sözlər deyil. Üzr istəyirəm. Dönə-dönə üzr istəyirəm cənab prezident. Məni Tahir müəllimlə görüşməyə qoymadılar. Dedim, onda mən məcbur oluram ki, mən cənab həm Tahir müəllimə, həm cənab prezidentə, həm partiyamızın sədri olan İlham Əliyevə sosial şəbəkələr vasitəsilə müraciət edirəm. Mən ona görə bu barədə sizə müraciət edirəm. Bu günlərim İsmail rayon Şimal Regional idarəsində də idarəsinin müdürü də
Zaur müəllimin dediyinə görə o şəkil onlarlıq olmayıb. Mən onların da nazirliyində oldum. Çox pis qarşılandım. Baxmayaraq ki, mən bu yaşda pensiyamla oraya getmişdim. Rayonda olan o gənclər idarəsinin mən açıb nizamnamələrini oxumuşam. İnsanlar arasında hansı işlər aparmalıdır, necə işləməlidirlər, onları oxumuşam. Onlar burada heç birini görmədiyimə görə onlara da mən öz tövsiyələrimi verəcəydim. Çox pis qarşıladılar məni. Əcəb elədilər. Yəni bunların funksiyaları budur. Dövlətdən aldığı qrantlar, dövlətin onlara maliyyə dəstəyi hara xərclənir, necə xərclənir, onların hesabatlı bir nazirlikdir. Hesabat vermədilər vətəndaşlara da, dövlətə də. Bunlar heç biri yoxdur deyənə mən məcbur olub sizə müraciət elədim. Yəni Yeni Azərbaycan Partiyasının vəziyyəti budur. Ona görə də bu nə məni, nə Yeni Azərbaycan Partiyasının sağlam üzvlərin qane eləmir. Ona görə də buranın özündə də bir nəsə bir iş görmək lazımdır.